üzərində müəyyən dəyişikliklər edəcəksiniz. Qalanı çox rahatdır. Özünüz bunu edərsiniz. Promptu yerləşdirdim, şəkli falan qoydum. Belə bir şeydir. Yəni bunu mütləq diqqət edin. Uzaqdan yazdığınız şəkillər oxunsun. Bu formada professional qapa. Bu formada Konuş artık. Bu formada professional qapaq şəkillərini necə hazırlamaq olar? Gəlin öyrənək. Professional yox, sadə thumbnail şəkli hazırlamaq istəyirsinizsə, sağ üstdə sabitlədiyim videonu izləyə bilərsiniz. Burada mən tam şəkildə professional, yəni MrBeast tərzdə qapaq şəkillər hazırlamağı göstərəcəm. Yox, sadə bir şey axtarırsınızsa, o sağ üstdə qoyduğum video sizin işinizə yarayacaqdır. Gəlin indi sürətli şəkildə başlayaq. Bəli dostlar, bizə lazım olan proqramlar hansılardır? Sürətli şəkildə onları deyim və keçək videomuza. Deməli, ilkin olaraq bizə YouTube lazımdır. Burada da örnək qapaq şəkillər göstərəcəm, ona görə lazımdır. Daha sonra düzgün şəkildə prompt yazmaq üçün bizə süni intellekt lazımdır. Burada da ChatGPT-dən istifadə edəcəyik. Narahat olmayın, promptu da necə yazmaq və necə göndərmək olar, hamısını öyrədəcəm mən sizə. Sonra şəkildə müəyyən dəyişikliklər etmək və üzərinə müəyyən yazılar, animasiyalar falan əlavə etmək üçün Canva proqramı lazımdır. Bunun pro olmasına ehtiyac yoxdur. Yəni sadə versiyası olsa sizə bəs edəcək və ən vacib məsələ burada budur ki, öz şəkliniz lazımdır. Adi bir telefonla çəkilmiş selfiniz olsa bəs edər. Baxın, burada da mən selfiləri çəkib atdığım bir faylı açmışam. Yəni milyon dənə burada selfilər var. Bir də hər qapaq şəkil düzəldəndə yenisini çəkmirəm. Buradan zapaskaları götürüb istifadə edirəm. Baxın, hətta birinə girək. Baxın, adi belə bir şəkil olsa bəs edər. Bunu qapaq şəklində necə istifadə etmək olar, indi öyrənəcəksiniz. Gəlin sürətli şəkildə keçək. Dostlar, bu hissəni diqqətlə izləməyinizi tövsiyə edirəm. Nümunə olaraq baxın, mən bu partlayış yazılan videodakı qapaq şəklini düzəltməyi göstərəcəm. Çünki həm sadədir, həm də rahatdır bunun düzəlməsi. Bunu siz də öz kanalınızda tətbiq edə bilərsiniz. Baxın, sürətli şəkildə keçək digər kanala. Baxın, bu Muhlis Akquca adlı bir YouTube kanalıdır. YouTube-a aid məzmunlar paylaşır bu da. Eynən mənim tərzdə videolar paylaşır. Baxın, eynən həmin qapaq şəklinin kopyasıdır. Baxın, 10 gündə yazılıb, özünün şəkli var. Burada da belə qalxış işarəsi falan görünür. Həmçinin baxın, kopyasıdır. Sadəcə mənim duruşum falan fərqlidir, gözümdə eynək falan var və söz biraz fərqlidir. Buna görə heç bir problem olan deyil. Baxın, elə nümunə olaraq buradan necə etmək olar onu göstərim. Siz burada elə adi şəkildə Muhlis Akquca olsun, MrBeast olsun və yaxud da digər YouTube kanalları olsun, fərq etmir. Örnək götürürsüz bir kanalın, bu MrBeast ola bilər. Çünki mənim özümün də kanalımda olan şəkillərin çoxsu elə MrBeast-in qapaq şəkillərdir. Baxın, misal üçün bu özü, sonra bu Oda vlogu videosu, daha sonra onun altında digərləri ilə çoxsu MrBeast-in kanalından götürülüb. Bu sadə deyə Muhlis Akqucanınkindən göstərirəm ki, ən sadə yoldan göstərim ki, məni rahat başa düşəsiz. Bəli, gələk siz burada Muhlis Akqucanın kanalından nümunə çəkirəm. Öz videonuza uyğun hansı oturursa, o şəkli kompüterinizə çəkirsiniz. Baxın, burada görünür, mənim elə o videoma bu oturur deyə bunu götürmüşdüm. Nə qədər kanalları araşdırmışdım, oturan video bu çıxmışdı. Gəlirəm, elə bunu sadə bir şəkildə ekran görüntüsü alıram. Baxın, buradan gördüyünüz kimi, imenlə o ekran görüntüsünün şəklini götürürəm. Burada çalışın, elə edin ki, thumbnailin özünün şəkli olsun. Kənar bir şey düşməsin, yəni yazı falan, çıxıntı falan, heç bir şey olmasın. Baxın, gördüyünüz kimi, qapaq şəklini çəkdim və belə bu formada düşdü. İndi buradan çıxıram. İndi bunu ChatGPT-yə, yəni süni intellektə yerləşdirmək lazımdır və müəyyən bir prompt yazmaq lazımdır. Videonun bu hissəsi çox vacibdir. Diqqətlə izləyin. Bəli, baxın, ChatGPT süni intellektini açdım. İndi mən burada sizə prompt yazmağı və düzgün yazmaq qaydasını göstərəcəm. Adi baxın, mikrofonu açmışam və öz səsimlə deyəcəm bunu. Çünki istəmirəm bir də uzun-uzun yazasınız və yaxud da özünüzə əziyyət verəsiniz. Səsi qoşun və nə edəcəksə, nə etdirmək istəyirsinizsə, onu deyin ki, sizin üçün yazsın. Yəni şəkli falan götürüb atmayın hələ. Birinci biz prompt yazacağıq, sonra yeni söhbət açıb həmin şəkli və thumbnaili oraya yerləşdirib ChatGPT-nin digər səhifədə ChatGPT-nin yazdığı promptu oraya yerləşdirəcəyik. Çünki biz bunu özümüz etmək istəsək, özümüz prompt kimi yazmaq istəsək, bizim sözümüzü tam başa düşməyəcək və bu da çox keyfiyyətsiz olacaq. Ona görə də birinci prompt yazdırın, sonra şəkilləri göndərin. Baxın, mikrofonu açıram və başlayıb deyirəm. Dostum, deməli mən YouTube kanalımda paylaşmaq üçün bir thumbnail, yəni qapaq şəkli düzəltmək istəyirəm. Burada süni intellektdən kömək alacağam. Sənə xahiş edirəm, mənim üçün bir yaxşı ChatGPT-nin başa düşəcəyi bir prompt yaz. Bu prompt elə olsun ki, süni intellekt məni tam şəkildə başa düşsün. İngiliscə yazmağını tövsiyə edirəm ki, süni intellekt ingiliscə başa düşür. Bəli, deməli prompt belə olacaq ki, mən süni intellektə 2 ədəd şəkil göndərəcəm. Biri digər YouTuber'a aid olacaq, yəni bir YouTube kanalından çəkib götürdüyüm şəkil olacaq. Digər şəkil isə mənim şəklim olacaq. Süni intellektdə elə de ki, o şəkli digər YouTuber'ın oradan şəklini götürsün, yəni orada digər YouTuber'ın selfie şəkli var. Üz şəklini götürsün və onun əvəzinə mənim şəklimi qoysun və bir şey nüans var. Ona da diqqət etsin ki, sağ altda künc tərəfdə kiçik bir qutucuğun içində müəyyən rəqəmlər
yazılıb. O qutucuğu da tamamilə silsin. Yəni o videonun dəqiqəsidir. Onu oradan silsin, aradan qaldırsın. Və ölçüləri YouTube qapaq şəkli ölçüsündə hazırlasın. 1280-in 720-yə ölçülərində olsun ki, mən onu qapaq şəklində düzgün şəkildə istifadə edə bilim. Yenidən qısaca özətləyirəm. Süni intellekt digər YouTuber'a aid olan şəkli aradan qaldırsın və mənim ona atdığım selfini oraya yerləşdirsin. Arxa plan falan olduğu kimi qalsın, heç bir şeyə toxunmasın və sağ altda olan qutucuğun içindəki rəqəmləri də tamamilə qaldırsın aradan. Bu qədər sadə. Bəli, gördüyünüz kimi dostlar, süni intellektə mən burada başa saldım. Yəni ChatGPT tərəfindən bir prompt yazdırırıq. İndi görəcəksiniz nə cür etdiyimi. Baxın, burada sadə şəkildə dedim, biraz uzun çəkə bilər, çünki həqiqətən uzun danışdım. Baxın, burada mətninizdə durub, istəyirsiniz mətnə belə ətraflı baxın ki, birdən hansısa sözü səhv başa düşüb, səhv yerinə yetirə bilər. Baxın, əsas burada ölçülərə diqqət edin. Baxın, 1280-in 720-yə demişəm, eləntisinə də yazılıb, heç bir fərqi yoxdur burada. Digər şeylərə də diqqətlə baxın. Sonra bunu göndərin. Özü sizin üçün qısa bir prompt yazacaqdır. Baxın, atıram, avtomatik başlayır promptu yazmağa. Biraz gözləməlisiniz burada, çünki ingiliscə yazır və müəyyən araşdırmalar falan edir. Buna görə də çalışın, diqqətli olun. Baxın, hələ ki yavaş-yavaş yazır, yəni ölə-ölə işləyir. Səbəbi də odur ki, prompt yazır burada. Hətta belə mənim kompüterim donur kimi görünür burada. Baxın, prompt yazıldı, ingiliscə göndərməyə hazır formada deyil. Gəlin indi bunu belə bu formada kopyalayaq. Çox qısa yazıb əslində, uzun olanda, ətraflı olanda daha yaxşı olur. Bunu mən tam səliqəli bir şəkildə yoxlayacağam, sonra atacağam süni intellektə. Dostlar, yoxlamaq istəyirsinizsə də bu formada yeni səhifədə bir Google Translate açın, orada o formada yoxlayın. Baxın, ingiliscə seçdim bir tərəfdə, digər tərəfdə isə türkcə seçdim və Ctrl-V eləyirəm. Formada yəni baxıram, düzgün qaydasında da heç bir problem yoxdur. Nə demişəmsə hamısını yazıb. Siz də bu formada yoxlaya bilərsiniz. İngiliscədə çətinlik çəkirsə çevirin ya Azərbaycanca ya da türkcədə, baxın nə yazıldığına. Daha sonra videonun ən vacib hissəsi burasıdır. Bura diqqət edin. Yeni söhbət açın. Baxın, burada sol tərəfdən yeni söhbətə vururam. Açılır bu. Daha sonra baxın, burada kiçik bir plus işarəsi var. Buna vurun. Fotoqraf və video dosya eklə deyir burada. Birinci biz burada çəkdiyimiz nümunə şəkli qoymalıyıq. Yəni Muhlis Akkocanda çəkdiyim qapaq şəkli qoyacağam. O da burada məndə rəsmlərdə qapaq şəkillərinə düşür. Baxın, burada görünür. Ən sonda olan odur. Baxın, enterə vururam və avtomatik həmin şəkil yüklənir. Yenə plus işarəsinə gəlib dosya yüklə deyib buradan öz şəklimi yükləyirəm. Bu da məndə Texnoklub videonun içində olan çıxış materialları videosundadır. Baxın, bunu seçdim. Yenə burada da enterə bastım. Çalışın, limitiniz olsun ki, bu işləsin. Baxın, mənim 2 şəklimdə yükləyə bildi. Limitiniz 1 qalırsa, yalnız bir şəkil yükləyə bilir. Yenə promptu da buradan Ctrl-V düyməsinə klik edirəm. Yoxlayıram, görürəm düzgün promptdur yoxsa yox, şəkillərə baxıram və elə birbaşa göndər işarəsinə basıram. Avtomatik süni intellekt başlayır. Görək indi bizlə də başlayacaq yoxsa yox. Biraz gözləyir. Biraz ləng işləyə bilər. Səbəb odur ki, şəkil falan düzəldirsiniz. Süni intellekt burada yorula bilər və çətinlik çəkə bilər. Sadəcə səbirlə gözləyin, tələsmədən düzəldin. Və ChatGPT bunu hazırlayana qədər qısaca onu deyim ki, siz bu şəkli düzəldərkən biraz başınız ağrıya bilər. Prompt yazmağı falan, bunun qaydasını öyrəndikdən sonra sizin üçün rahat olacaq. Mən şəxsən düzün deyim, bunu öyrənəndə bir başım çox ağrıyırdı. Videonu çəkəndə, videonu çəkmək mənə rahat gəlirdi, montaj etmək rahat gəlirdi, amma bu şey mənim başımı ağrıdırdı. Səbəb odur ki, bir dəfə üzüm şimala tərəf baxırdı, bir dəfə cənuba tərəf baxırdı, bir dəfə yuxarı baxırdı, bir dəfə belə dayanırdı. Bilmirəm nəyə görə elə idi. Sonra yavaş-yavaş promptu dəyişdirə başqa hesab açıb ChatGPT-də limitimi sıfırlayaraq o formada axırda düzəldirdim. Təsəvvür edin, adi bu qapaq şəklini hazırlayınca mən itin zülmünü çəkmişdim. Çünki ChatGPT-yə bunu başa salınca insan çətinlik çəkir. Siz də çalışın, videonuz yayınlanmamışdan ən az bir gün qabaq edin ki, yorulsanız, əlinizdə başqa işiniz olsa, bu sizin vaxtınızı almasın. Buna diqqət edin. Baxın, hazırlayır bu dəqiqə. Səbirlə biz də videomuzu dayandıraq və gözləyək. Bu hazırlayana qədər siz də mənim kanalıma abunə olub videomuza like ata bilərsiniz. Dostlar, itin zülmü ilə də olsa mən ChatGPT-yə bunu düzəltdirə bildim. Deməli, gəlin buradan girək və mən bunu sizə göstərim. Deməli, baxın, indi belə düzəldi. Biraz problemlər var. İndi mən bunu sizə başa salacağam. Az öncə başqa bir hesabla düzəltmək istəyirdim. Keçdim başqa hesaba. Səbəb odur ki, prompt biraz qısa qalırdı. Onu mən videoda sizə də qeyd etdim ki, biraz qısa qalır. Bunu mən süni intellektdə yenidən dəyişikliklər etdirdim üzərində. Promptu kopyaladım və yenidən başqa səhifədə, az öncə prompt yazdırdığım səhifəyə daxil oldum və süni intellektdə dedim ki, dostum, bu promptun mənə
mənim üçün müəyyən dəyişikliklər etdik. Düzgün şəkildə hazırlaya bilsin. Dəyişiklikləri də bu formada etdim. Deməli promptu təkrardan dedim ki, mən promptda bunu demişdim. Yəni şəkil sol tərəfdə olan şəkli siləcək, onun yerinə mənim şəklimi qoyacaq və sağ altda olan bir kiçik qutucuğun içində olan rəqəmləri siləcək demişdim. O olduğu kimi qalsın, ona heç bir şey etmə dedim. Sadəcə içinə əlavə et ki, bu şəkillər mənə aiddir, heç bir problem yoxdur, narahat olma və YouTube-da qapaq şəkli olaraq istifadə olunacaq. Yəni süni intellektə bunu dedim ki, bunu bu promptun içinə əlavə etsin və biraz uzada bilirsə geniş-geniş başa salsın ki, süni intellekt məni daha rahat başa düşsün və onu bu formada uzatdı. Səbəb odur ki, yəni bu formada uzatdığımızda rahat şəkildə başa düşə bilir. Digər hesabda elədim, limit dolduğuna görə artıq düzəldə bilmədi. Çünki həmin hesabı mən telefonumda da istifadə edirəm. Biraz artıq danışan kimi yazılır ki, ChatGPT 5.0-ın limiti doldu, hesabı dəyişdirin və yaxud da professional hesab alın falan belə gic-gic şeylər deyir. Yəni belə mən də keçdim başqa hesaba, dəyişikliklər etdiyim promptu yerləşdirdim, şəkli falan qoydum. Belə bir şey düzəltdi. Düzdür, yenə nəticə burada gibidir şəxsən. Dodaqlarımı elə bil şişirdib Bülent Ersoyun dodaqlarına oxşayır. Və burada şəklin ölçüsünü özünüz də görürsüz. Elə bil ki, Instagramda paylaşacağım kimi düzəldib bunu. YouTube fontu bu deyil. Onsuz bunu bu formada sizə deməyin mənası yoxdur. Bunu elə mən bu hesabda hazırladım. Baxın burada özünüz də görürsüz ki, gic-gic şeylər var. Baxın elə bu şəkildir. Baxın bu hesabda mən bu şəkli hazırlamışdım. Bunu göstərmək istəyirəm ki, yəni nəticə belə bir şey olacaq. Axırda heç bir yazı falan yoxdur burada. Sadə xam şəkildir. Gəlin elə bunu bu xam şəkli buradan mən yükləyim sizin üçün və daha sonra bunu istifadə edək. Baxın kompüterimin yaddaşına mən bunu səliqəli yüklədim. İndi isə mərhələmiz burada. Telefondan baxıram nə edəcəyimizə. Canva proqram vasitəsilə həmin şəklin üstündə dəyişikliklər edəcəyik. Baxın burada partlayış yazılıb və biraz animasiya falan verilib. Gəlin elə Canva-dan onu edək. Baxın buradan girirsiniz siz YouTube qapaq şəkli bölməsinə. Baxın YouTube thumbnail yazdım və yeni səhifə açdım burada. Avtomatik Canva yeni səhifədə mənim üçün boş səhifə olaraq açıldı. Həmin şəkli kompüterimin yaddaşından götürürəm və üstünə yazı yazıram. Çox çətin bir şey yoxdur. Baxın elə həmin şəkil buradadır. Yerləşdirirəm bunu bura. Üstünə istədiyiniz bir şey yaza bilərsiniz, amma çalışın video ilə əlaqəli bir şey olsun. İndi burada çox uzun ətraflı göstərməyəcəm. Özünüz bunu edə bilərsiniz. Yəni çalışın ChatGPT-dən tam maksimum səviyyədə istifadə eləyin ki, sizin nə dediyinizi başa düşə bilsin. Son vaxtlar bir gic bir xəta da verə bilir. Elə bilin ki, ChatGPT-nin içinə anormallıq yeniləməsi gəlib, bəzən xəta verə bilir ki, bu şəkillər bizim nə bilim topluluq kurallarımıza uyğun olmadığı üçün düzəldə bilmirəm. Elə promptun içinə onu da əlavə etdim mən ki, şəkillər mənə aiddir, heç bir problem yoxdur, narahat olmayın. Belə qeyd etməyimin səbəbi odur ki, süni intellekt şəkillərin mənə aid olduğunu və YouTube qapaq şəkli üçün istifadə edəcəyimi başa düşə bilsin. Bunu mütləq qeyd edin və daha sonra ilə az öncə qeyd etdiyim kimi Canva bu formada böyütmə falan edəcəksiniz. Üzərində müəyyən dəyişikliklər edəcəksiniz. Qalanı çox rahatdır. Özünüz bunu edərsiniz. Baxın elə bu formada etdim. Sadə şəkildə burada yazı bölməsinə açıb buraya partlayış yazıb rəngini ağartdım. Bu qədər sadə. Yəni bunu özünüz yavaş-yavaş edərsiniz. Sözü yazarkən də elə edin ki, rahat oxunsun. Baxın, misal üçün sözü yazdınız, biraz əyrilik falan verirsiniz, fontu falan biraz böyük qoyursunuz ki, şəkil uzaqdan göründüyündə oxunsun. Baxın, buradakı partlayış yazısı uzaqdan belə baxdığımda rahat oxuna bilir. Yəni bunu mütləq diqqət edin, uzaqdan yazdığınız şəkillər oxunsun. Bu qədər sadə, bunu özünüz təyin edərsiniz. Əsas ChatGPT-dən düzəltmə qaydasını öyrəndinizsə, qalanı rahat. Və əskilik varsa əgər müəyyən işarələr də qoya bilərsiniz. Baxın, burada iki yazıb müəyyən işarələr qoyub. Mən amma digər şəkildə görürsünüz ki, alta həmin işarələrin yerinə shorts loqoları falan qoymuşam. Biraz da öz şəkilimə biraz aydınlıq vermişəm. Burada qaranlıq kimidir, amma burada aydınlıqdır. Bunu özünüz təyin edərsiniz. Burada çətin bir şey yoxdur. Qısaca onu qeyd edim ki, kanalımızda bunun kimi faydalı, maraqlı videolarımız var. Kanalınızı böyütmək istəyirsə və Azərbaycanda YouTube kanalını böyüdüb oradan pul qazanmaq istəyirsə, bizim kanalımız sizin işinizə yaraya bilər və bizim Discord hesabımız var. Həmin Discord hesabında biz böyük YouTube kanalları ilə əlaqəyə keçirik, söhbət edirik və YouTube haqqında onlara məlumat falan veririk. Discord kanalımıza qoşula bilərsiniz. Həmin Discord hesabı videomuzun açıqlama bölümündə və kommentlər bölümündə var. Oradan qoşula bilərsiniz. Və dostlar, düzəltdiyiniz, yəni Canva-dan tam şəkildə hazırlayıb düzəltdiyiniz şəklə buradan ad verməyinizi tövsiyə edirəm. Baxın, məndə burada or yazılıb. Yəni bu videonun mövzusu nədirsə o haqqda yazın. Misal üçün videoda bozbaş bişirməyə göstərmisiniz və qapaq şəkli bozbaş bişirmək haqqındadırsa, qapaq şəklinin burasına bozbaş necə bişirilir, bozbaş hazırlamaq qaydası yazın ki, burada alqoritm sizin thumbnailinizə, videonuzun başlığına falan baxaraq sizin videonuzun nə olduğuna başa düşür. Bunu mütləq edin. Baxın, gəlin studiyada mən buna girim və baxaq. Dostlar,
baxın YouTube studiyada mən həmin videoya girdim. Baxın partlayış videosuna girdim. Burada deməli videomuzun başlıq bölümündə baxın YouTube Shorts izlənmə artırmaq başlıqlı bir videodur. Yəni videoya ad vermişəm deyə burada belə görünür. Həm videonun xam halına, həm də burada qapaq şəklinə falan mütləq ad verin. Nə qədər uzana bilirsə, yəni uzunluğu nə qədər götürürsə, o qədər də verin. Yəni sonsuz qədər götürə bilər. Bura nə qədər yazsaz, o qədər də götürə bilər. Baxın hərfi basılı tutdum, hamısını götürdü. Yəni geniş video haqqında mütləq ora yazın. Mən YouTube Shorts izlənmə artırmaq yazmışam. Bunu YouTube'un ayarları və alqoritmi açar sözlər və anahtar kəlmələr olaraq götürür deyə bu vacibdir. Bunu mütləq edin. Bəli dostlar, videomuz bu qədər idi. İnşallah bu video sizin işinizə yaradı. İnşallah bu videodan faydalana bildiniz. Sağda və solda biləcəyiniz digər videolarımız çıxıb onlara baxa bilərsiniz. Bizə dəstək olmaq üçün kanalımıza abunə olub videomuza like ata bilərsiniz. Gələcək videolarımızda görüşərik. Sağ olun, salamat qalın.